Qardaş, Jaguar XF almaq istəyirəm, nə məsləhət görürsən? Deməli qardaş, Jaguar XF almaq istəyirsənsə, ilk növbədə 2013 faceliftdən yuxarı olan versiyanı alasan, çünki öncədə olan elektronika və s. problemlərini təkmilləşdirdilər və daha yaxşı edilər. Əgər 2 motor almaq istəyirsənsə, fikir verginən ki, maşın 200 min kilometrin aşağısında olsun. Yəni adətən baxılmayan maşınlarda 150-200 mində turboda problem ola bilir, həmçinin də yüksək təzyiq nasosunda problem ola bilir. Bunları yoxlatırsın, maşın qaydasında olsa 2 motoru rahat sürə bilərsən. Qanaatil maşındır. Bu motor Ford'un EcoBoost texnologiyasından hazırlanmış bir motordur. 3 motor almaq istəyirsənsə, əsas məsələ soyutma sisteminə fikir verginədir. Adətən 150 mindən sonra soyutma sisteminin şlaqlarında, araqatlarında, plasmaslarda çatlar əmələ gəlir və soyuducu mayenin axması halları olur. Həmçinin pompaya da fikir vermək lazımdır. Pompada da problemlər olur. Bunları aradan qaldırsan, əgər soyutma sistemində problem olmasa, motor 300 min kilometrə kimi gedə bilir. Belə hallar var. 2 motorun sürətlənməsi 7.5 saniyədir. B7 Passat 2 motoru kimi. 3 motorun sürətlənməsi isə 5.4 saniyədir. Sürət qutuları isə hər ikisində ZF-dir, 8 pilləli, çox dözümlü sürət qutusudur. Düzdür, Jaguar üzərində yazılır ki, Lifetime Oil, amma 60-80 min arası yağın dəyişilməsi məsləhət görülür. Bir sözlə, əgər Jaguar simasında Passat sürmək istəyirsənsə, az xərclə 2 motor yaxşı seçimdir. Yox, əgər Jaguar sürmək istəyirsənsə, maşın Jaguar səsi çıxarsın, özünü Jaguar kimi aparsın, o zaman 3 motor məsləhət görürəm.